Allah heç bir valideynə övlad dağı verməsin inşallah. Mənə İmişlidən bir ana yazdı. Dedi ki, avtomobil qəzasında qızım Ayan dünyasını dəyişdi. Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun və bu şeirimizdə atası Talih, anası Könül, qardaşları Salih, Səlim tərəfindən avtomobil qəzasında dünyasını dəyişən Ayan balamızın əziz xatirəsinə həsr olunur. Və mən də götürüb yazmışam ki, kəstirdi üstünü qəfil duman çən. Barışa bilmirəm qismətinlə mən, qapqara saçıma indi düşüb dən, əcəlin tez döydü qapını qızım. Kaş dönə biləydim sənli günlərə, doyunca qucaqlayıb sarılım sənə, bu necə həsrətli yaşatdın mənə, ölümdən betərdi yoxluğun qızım. Niyə tez apardı səni əlimdən, adın da heç düşmür bir an dilimdən. Qalx qızım, qalx gedək soyuq qəbirdən, sən yoxsan evimiz isinmir qızım. Heç düzgün gəlmədi ölüm yaşımla, baxıb danışıram o baş daşımla. Yamanca darıxıb qardaşlarım da, mən hələ atavı demirəm qızım. Eləmə gəl belə zülüm əziyyət, nə üçün vermədi əcəlin möhlət? Qalmışam mən sənin üzünə həsrət, şəkillər təsəlli olmur ki qızım. Şəkillər təsəlli olmur ki qızım.